Salam aziz dostlar, her vaxtınız xeyirli olsun. Bugün 4 dekabr 2025-ci il. Yenə də möhtəşəm arı məhsullarından qarışım hazırlayarıq. Bakıdan bir müştərimiz, bir qardaşımız yenə də 2 banka qarışımlar sifariş verib. Yəni arı südü, güləm, bal, homogenat qarışımları. Bir də ki, mənim dostum, qardaşım Lənkərandan Əfqan qardaşım üçün də bu qarışımdan hazırlayaram. Əfqan mənim gözümdür, gözüm. Əfqan mənim eynəklərimi yalnız Əfqan verir. Allah ona can sağlığı versin, Allah köməyi olsun. Biz qardaşıq. İndi inşallah onun üçün də elə yeri gəlmişkən bir dəfəlik hazırlayıb göndərərəm. Homogenat buzludur. Arı südü buzludur. Qoy biraz bunların donu açılsın. İnşallah hazırlayarım. Demək, əvvəlcə homogenatı əlavə edirik. Güləmləri əlavə edək, hissə-hissə. Nə üçün güləmi əlavə edirəm? Birinci dostlar, yəni vaxt getməsin, həm də ki arı südü buzludur deyə. Bunun buzu açılsın. Deməli dostlar, güləm baxın bu haldadır. Yəni güləm bu cür olur. Biz onu bir qədər uyuduruq ki, rahat qəbul eləməkdə olsun, həm də rahat qarışsın. Bu bankada arı südü dostlar təxminən 1 qramdan çoxdur, artıqdır. Ona görə bu bankaya biraz əlavə edirəm. Keçək indi bunları qarışdıraq və bu güləmləri də əlavə edərik hissə-hissə.
bir qədər güləm üzərinə əlavə edirəm. Halal xoşuz olsun. Hazır immunitet gücləndirici, təbii, möhtəşəm arı məhsulları. Qardaş, sizin sifarişləriniz hazır. Yəni 2 bankada möhtəşəm arı məhsullarından ibarət olan qarışımlar. Və bir banka da xalis bal, yəni qarışım deyil, adi baldır. Yəni 1 kilogram bal da sifariş verilmişdir. Bəli. Adət ənənəmizə sadiq qalaraq bağımızın möhtəşəm, gözəl məhsullarından hədiyyə. Pay. Nuş olsun.